Artıq 4 ildən bir qədər çox müddətdir ki, şimal-qərb bölgəsində qəhvəyi mərmər bağacığı kütləvi yayılıb və bu müddətdə aqrar sektorun bütün sahələrinə, eləcə də fərdi təsərrüfatlara ciddi sirayət edib. Azərbaycanda qəhvəyi mərmər bağacığı ilk dəfə 2017-ci ildə qeydə alınıb. Vətəni Şərqi Asiya olan bu təhlükəli zərərverici sonrakı illərdə yumurta qoyaraq kütləvi artmağa və Balakən rayonundan başlayaraq Zaqatala və Qax istiqamətdə yayılmağa başlayıb. İlkin araşdırmalara görə əsasən şimal-qərb bölgəsi olmaqla ölkənin 12-dən çox rayonunda geniş yayılaraq kənd təsərrüfatına ciddi ziyan vurur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərindən olan qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilən bioloji mübarizə tədbirləri çərçivəsində Zaqatala və Balakən rayonlarında samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb. Bununla əlaqədar olaraq bioloji mübarizə tədbirlərinin icrası və monitorinqi məqsədi ilə yerli və xarici mütəxəssislərin iştirakı ilə Zaqatala və Balakən rayonlarına sahə səfəri təşkil olunub. İlk dəfə olaraq bu həm Zaqatala Balakən zonası, eyni zamanda nəzərdə tutulub Sabahda Xaçmaz bölgəsi üzrə 20 min ətrafında samuray arısı fərdlərinin təbiətə buraxılması nəzərdə tutulmuşdur. Bu təcrübə qeyd etmək istərdim ki, dünyada qəhvəyi mərmər bağacığının problem yaratdığı region ölkələrində, istər Türkiyə olsun, istər İtaliya olsun, o cümlədən Gürcüstan Respublikası olsun, orada tətbiq olunan geniş yayılmış bioloji mübarizə vasitələrindən biridir. Alimorphalis, yani zararlı böcek, bulunduğu ülkelerde önemli ekonomik kayıplara sebep olmaktadır. Bizim amacımız da biyolojik mücadeleyi ve diğer yöntemleri kullanarak aslında bu zararı önlemektir. Son gelişimizden bu yana altyapı geliştirme ve yumurta üretim aşamalarının çok hızlı şekilde tamamlandığını görmüş bulunmaktayız. Bu da Azerbaycan Tarım Bakanlığı yanında Aqrar Hizmetlər Agentliyi ve FAO Azerbaycan'ın konuya ne kadar önem verdiğini göstermektedir. Gəncə şəhərində yerləşən laboratoriyamızda təxminən 500 ədəd samuray arısı ilə istehsala başlamışıq. Düşünürük ki, təxminən 3-4 ay ərzində bütün ölkə ərazisini əhatə eləyə biləcək qədər samuray arısını istehsal eləyəcəyik və bütün ölkə ərazisində kimyəvi mübarizə ilə yanaşı, həm də bioloji mübarizə aparmağı mümkün olacaq. Mütəxəssislər onu da bildiriblər ki, samuray arılarının təbiətə buraxılması qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsip əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv etməklə onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır, kimyəvi pestislərdən istifadənin minimuma endirilməsinə töhfə verir. Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.